Gəl əlindən tutum səni aparım. Bu ayda nə qədər bacarsız ünsiyyət qurun Əhl-i Beytlə. Nə qədər bacara bilirsə Əhl-i Beytlə ünsiyyət qurun. Bu ayın şəhidi ilə ünsiyyət qura bilsəz xoşhal olsan. Bu ayın şəhidi bildiniz kimdir? Üzümüzə gələn ayın. Əmirül Müminin, Peyğəmbərlə ünsiyyət qurun. Onlar belə deyək də, cismən tərk ediblər bizi, ruhən ki, bizi tərk ediblər. İmam Rıza'nın hərəmində bir cümlə var, gəlib dayanırsan ziyarətnamədə. Deyib, bilirəm, məni eşidirsən, salamın cavabını alırsan. Belə danışırsan, ziyarətnamədə. Ustadlar deyib, dayan, gördün gözündən yaş gəldi, bil ki, salamın cavabını aldı, gir içəri. Tələsmə, qaça-qaça düşmə. Gəl, dayan ziyarətnamənin qabağında. Nə, əssəlamu aleyk, salamı ver, dinən, bilirəm, cavabımı alırsan. Allah rəhmət eləsin, bir alimdir. Mirzə Həbibullah Qulpayqani qoy, bir ab-havamız değişilsin. Elə ürəyimizdə bir istiğfar eləyin, elə istiqamət gedir mənəvi tərəfə. İstiğfarlar eləyin, ürəyimizdə istiğfar eləyin, çoxlu. Amma buna qulaq asın. Allah rəhmət eləsin bu şəxsə. Mirzə Həbibullah Qulpayqani deyir ki, elə bir şəxsiyyət idi ki, müstəcəbud dəva, əlini qaldırardı, dua eləyərdi, duası qəbul olardı. Əlini gətirərdi, vurardı, məsələn, biri gətirərdi övladını ki, onu bir dua elə, əlini gətirərdi, qoyardı onun başına, məsələn, başı ağrısıydı. Allah bərəkət vermişdi bu adama, şəfa tapardı, o uşaq çıxıb gedərdi. Əlini gətirib qoyardıq, ağrıyan bir yerə, şəfa tapardı. Axırda bir alimlərdən biri dedi ki, bu nədir səndə? Çox israr elədi. Bu nə vəziyyətdir? Necə gəldin, çatdın bu məqama? Çox israr eləyəndən sonra dedi o alimə. O alim dedi necə olub bunun hadisəsi. İndi mən sizə deyirəm. Dedi, daha bu qədər israr eləyirsən deyənə də alimsən də sənə deyirəm. Dedi, buyur. Bu çoxdan dünyasını değişməyib. O çox uzaq deyil. Dedi, mən bir xəstəliyə tutulmuşdum. Məşəddə yaşayırdı. Bir xəstəliyə tutulmuşdum da həkimlər hamısı dedi ki, sənlik alınmayacaq. Hər yerdən qapım bağlandı. Təbibə mən la təbibə ləh. Ey təbibi olmayanların təbibi olan Allah. Hər yerdən bütün təbiblər yox deyir, yox deyir, yox deyir, yox deyir. Təbib olan Allah deyir, yox nədir? Olar. Deyib bir dənə xəstəlik, gördüm hər yerdən qapılar bağlanıb. Gəldim İmam Rıza əleyhissalamın hərəmində, başladım İmam Rıza ilə danışmağa. Dedim, ağacan, sən bilirsən, mən 40 ildir gecə namazını tərk eləmirəm, gəlib sənin qapında qılıram gecə namazını. İmam Rıza'nın hərəmində qılırdı. Sən onu bilirsən. 40 ildir mən belə eləyirəm. Sən istəsən Allahdan, Allah mənə şəfa verər. Sənin hörmətin çoxdur. Deyir, Allah gözümdən indi pərdələri çəkdi, yuxuda nə baş verdi, nə baş vermədi, gördüm bir gülüstandayam. Bir bağdır, gülüstandır, güllər. Hərdən belə hadisələrin deməyin, eybi yoxdur, eşidin də. Belə mənə, o qədər dünyaya başımız qarışır, maddiləşirik, mənəvi aləmdən qopuruq. Deyir, gördüm Gülüstan'da İmam Rıza əleyhissalam oradadır. Həzrət İmam Rıza ağa o Gülüstan'dan bir gülü qoyuram, insanlar şəfa tapır, elə bilirlər mənəm, mən də deyiləm. Heç əlim onun əlinə də deyməyib, əlim onun əli deydiyi gülə deyib. Bu Allahın lütfüdür, rəhmətidir və feyzidir ki, Allah bunu nəsib eləyib İmam Rıza əleyhissalamın ehtiramı ilə. Görünücü şəxsiyyətdir bunlar. O yarımın bir nəfəsi, bir nəfəs, biraz belə gəl otur İmam Zaman ağanın kənarında, bir nəfəsi, danışmasın, yox, danışsa da, danışsın. Elə biraz küncündə, yaxınlığında oturasan, İmam Zaman ağa bu tərəfdəsən, nəfəsi səni tuta. Nəfəsi səni tuta, bir aləm var. Bu ayda onu istəyin. Nə qədər mənlə qalxduz, hələ İmam Zamana yaxınlaşırsınız, orada o nəfəsi də deyəcək sənə. Dəydi nəfəsi, həyatın dəyişir. Həyatan tayyibə. Pak bir həyat gəlir sənə, pak bir həyat.